Bismillah, elhamdülillah və salatu və selamu alə mən la nəbiyyə bə'də. Selamu aleykum və rəhmətullah. Deməli, qardaş sual verir ki, Quranı səhv oxuyuramsa, təcvidsiz və xüsusən də oxuyanda məna dəyişirsə, buna görə böyük günah qazanırammı? Əvvəla, qardaş, onu qeyd edək ki, İslamda əsl olan qayda odur ki, insanın bilmədən, səhvən etdiyi əməllərə görə Allah Subhanahu taala ona günah yazmır, yəni məsuliyyət daşımır. Və bu barədə kifayət qədər hədislər, ayələr də var. Onlardan birini zikr edək Allahın izni ilə. Uca Allah buyurur ki: "Və leysə aleykum cunahun fīmā axta'tum bihi, velakin mā ta'ammadat qulubukum və kana Allahu gafuran rahīmə." Səhvən etdiyiniz işlərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdən etdiklərinə görə məsuliyyət daşıyırsınız. Allah bağışlayandır, rəhimlidir. Əhzab surəsinin 5-ci ayəsində buyurulub. Deməli, təfsirçilər bu ayənin təfsirində bildirirlər ki, bu ayə insanın niyyət və qəsdinin əməllərdə əsas ölçü, meyar olduğunun göstəricisidir. Yəni, səhvən etdiklərinizdə günah yoxdur. İnsan bilmədən, unutqanlıqla və ya səhvən bir iş görərsə, buna görə günah yazılmaz. Bu da Uca Allahın bəndələrinə olan mərhəmətidir, lütfüdür. Lakin qəlblərinizin qəsdən etdikləri istisnadır. Əgər insan bilərəkdən, qəsdən bir günah edərsə, buna görə Allah qatında məsuliyyət daşıyır. Yəni, İslamda əsas məsələ niyyət və qəsddir. Səhv və bilmədən edilən əməllər isə Allahın izni ilə bağışlanır. Qəsdən edilən əməllər isə buna görə insan məsuliyyət daşıyır. Yəni Allah Subhanahu wa Taala'nın bağışlayan və rəhmli olması bu ayənin sonunda xüsusi vurğulanaraq bəndələrinə ümid verir. Bu məsələnin birinci tərəfi. Gələk indi məsələnin digər tərəfinə. Digər tərəfi isə İnsan Allah Subhanahu wa Taala'nın kitabına etinasız yanaşmamalıdır. Yəni, əgər gücü çatırsa, öyrənmək iqtidarındadırsa, bacarırsa, onu doğru düzgün şəkildə öyrənməli və o şəkildə də tilavət etməlidir. Əllezîne yetlûnehu haqqa tilavətihi. O kəslər ki, Allahın kitabını öyrənərlər və haqqı ilə tilavət edərlər. Yəni, təcvidlə. Lakin qardaşlarım, bilmək lazımdır ki, Uca Allah heç bir insanı gücündən artıq mükəlləf etməyib. Lə yükəllifullahu nəfsən illə vus'əhə. Allah Subhanahu taala bir insanı gücündən artığı ilə yükləməz. İnsanın gücü çatırsa, öyrənə bilirsə, öyrənmək iqtidarındadırsa, öyrənməsi üzərində vacibdir. Öyrənmək iqtidarında olub, öyrənməzsə bu zaman günah daşıyır. Və təcvid nədir, qardaşlarım? Təcvid, Quran-ı Kərimi hər hərfi öz layiqli məxrəcindən çıxarmaq, sifətlərini qorumaq və onu səhvsiz şəkildə oxumaqdır, elmidir. Məqsəd Quranın nazil olduğu kimi düzgün tilavət olunmasıdır. Vərattilil Qur'anə tərtilə. Quranı gözəl şəkildə aramla oxu. Və təcvid elmi nələri əhatə edir? Qısa deyək ki, təcvid elmi hərflərin məxrəcləri, yəni boğaz, dil, dodaq və s. Sonra hərflərin sifətləri, cəhr, həms, şiddət, rıxvə və s. Nun sakin və tənvinin hökmləri, mim sakin və hökmləri, məd, yəni uzatma qaydaları, vəqf və ibtida, yəni dayanma və başlama qaydaları. Bu barədə alimlərin də bir neçə sözləri var. Məsələn, İmam Əş-Şatibi rahimehullah demişdir ki: "Fəinnə kitaballahi əvcəbə tilavətəhu alə kulli mən qara'ahu mücəvvədən." Allahın kitabı onu oxuyan hər kəs üçün təcvidlə oxunmağı vacib etmişdir. Yəni, təcvidin Quran oxuşunda əsas qayda olduğunu vurğulayır. Şatibi rahimehullah burada təcvidin
Quranın oxunuşunda əsas qayda olduğunu vurğulayır. Həmçinin İmam Əddəni rahmehullah deyir ki, "Və la yasihhu ada'ul qiraati illa bit-tecvid." Təcvidsiz qiraət düzgün sayılmaz. Yəni bu fikir də təcvidin yalnız sadəcə bir bəzəkdən ibarət olduğunu deyil, qiraətin düzgünlüyünün əsas olduğunu göstərir. Yəni qısa deyək ki, İmam Şatibi təcvidin əhəmiyyətini və zəruriliyini vurğulayır. İmam Əddəni təcvidsiz qiraətin düzgün olmadığını bildirir. İmam İbn Cəzəri də təcvidi tərk etməyin təhlükəli və məsuliyyətli olduğunu bildirir. Xülasə odur ki, yəni təcvid Quran oxunuşunun təkcə bəzəyi deyil, onun düzgün icrasının əsas şərtidir. Ən doğrusunu Allah bilir. Allah Subhanahu taala bizləri onun kitabını gözəl şəkildə oxuyub, gözəl şəkildə tilavət edib, ona əməl edən qullarından eləsin. Selamun aleyküm və rəhmətullah.